insanların əksəriyyəti hələ də xəstəxanalara, hələ də apteklərə inanırlar ki, sanki sağlamlıqları oradadır. Sanki oradakı metodlar onları sağlam edəcəklər. Halbuki bu yanaşma sadəcə xəstəliyini neytral vəziyyətdə saxlayır. Yəni onlar keyləşdirici bir effekt daşıyır. Yəni bilirsiniz necədir? Əgər xəstəlik sənin qapını döyübdüsə, o elə belə yerə gəlməyib də. O hər bir problem, hər bir narahatlıq nəsə bir dəyişikliklərə vadar eləyir insanı. Amma bugünkü günü bizə nəyi təklif eləyirlər? Yəni sehirli bir üsul sadəcə. Bunu qəbul elə və baş ağrını kəsəcək. Bunu burnuna vur və daha çirk gəlməyəcək oradan. Bunu filan yerinə sürt və görsənməyəcək daha. Burası illüziyadır. Saxtalıqdır bu. Hansını biz özümüz seçirik. Təsəvvür eləyin də, evdə zirzibil var və sən onun üstünü cəbə ilə örtürsən. Bu ki sənin daxilində qalır yenə də və yığılır, toplanır, daha ağır bir nəticələrə çıxardır. Başa düşürsünüz?